Yolumuz çox bərbad haldadır deyən bura nəqliyyat vermirlər ki, yolumuz bərbad haldadır. Yağış qar yağanda uşaqlarımız məktəbə gedə bilmirlər, işə gedənlərimiz gedə bilmirlər. Heç bir marşrut xətti yoxdur. Asfaltı bərbad vəziyyətdədir. Taksi çağırırıq, gələn olmur. Qurumlardan xahiş edirik ki, bizə köməkli eləsinlər, bu yol düzəlsin, nəqliyyat versinlər. Çətinlik çəkirik burada. Bizə bir yardım əli uzatsınlar qadanım. Əvvəlcə yollarımızın indi gülflərindən nə keçir onu yüngülvari məsələn asfaltlanmasına kömək eləsinlər. Küçəmizin işıqlandırılmasına kömək eləsinlər. Bir yüngülvari bizə nəqliyyatla bizi təmin eləsinlər. Yolumuz yoxdur, asfaltımız yoxdur. Yola biraz biz tərəfə də asfalt salınsın, biz də rahat olaq. 1990-cı ildən burada yaşayırıq. Burada 8-9 dənə küçədir. Bu 8-9 küçənin cəmaatı çox əziyyət çəkir. Burada hardasa 4000-5000 əhali yaşayır. Ancaq buranın avtobus xətti yoxdur. Biz getdik icra hakimiyyətinə. İcra hakimiyyəti deyir ki, bizim büdcədə pulumuz yoxdur. Biz bilmirəm hara müraciət edək, kimə müraciət edək.